Aşka gel, aşka gel. Mehmet. İşğaldan azad olunmuş ərazilərimizə qayıdış sadəcə köç deyil. Bu, ümidin, yaddaşın və həyatın yenidən başlamasıdır. Ağdama qayıdanlar üçün də bu sadəcə ünvan dəyişikliyi deyil. Bu, yarımçıq qalmış həyatın davamıdır. Burada söhbət elədiyim sakinlərin əksəriyyəti deyirlər ki, biz ömrümüzdən 30 il çıxırıq. 1993-cü ilin iyulunda ömrümüz harda dayanmışdısa, bugün oradan davam etməyə başlayır. Yaddaş qırıldığı yerdən bitişir, ömür dayandığı yerdən yola düşür. Bax, gördüyünüz bu evlərin hamısına köçən ailələr üçün xatirələrin qapısı açılır. Hər bir pəncərədə yanan işıq ümidin çırağıdır. Uzun illər gözlənən ümidin çırağıdır. Bu, 33 il əvvələ köçüb yenidən məskən salmaqdır. Axşamınız xeyir, nə gözəl hava alırsınız, xoş gəlmişsiniz evinizə, eşiyinizə. Çox mübarək olsun sizin bu məhləniz, bu binalarınız, bu eviniz. Bir danışın görək gününüz burada necə keçir? Əla, çox qəşəng. Allah razı olsun prezidentimizdən. Allah razı olsun bizə bunu təşkil edib, bu gözəl Ağdamımıza, qayıdışımıza. Çox şükür. Düzdür, acılarımız var. Acılarımız var, yaxınlarımız, əzizlərimizi hamısını itirmişik. Amma bugün qayıtmışıq, yenə şükür. Gözəl evlərdir, şəraitimiz yaxşıdır. Evimizdir, özümüzün ana yurdumuzdur. Öz vətənimizdir, Ağdamımıza qayıtmışıq. Bundan dünyada gözəl xoşbəxtlik nə ola bilər? 2 şəhidin bacısıyam. Atam da qazi olubdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Prezidentimizə can sağlığı versin ki, biz Ağdama qayıtmışıq. Biz Ağdamda yaşamağa qayıtmışıq. Ondan gözəl nə ola bilər ki? Çox üzr istəyirəm, 5 dənə övladım var. 17 yaşında çıxmışam Ağdamdan. Amində qaynənə kimi qayıtmışam. Acı bir yer xarab olur. Zəng eləyir ki, falan yer xarab olur. Tez bir zamanda bərpa eləyirlər. Mən də təzə köçmüşəm. Çox şad oluruq. Mən 10 yaşımda çıxmışam rayondan. Düzdür, indi əvvəlki rayondan heç bir əsər əlamat yoxdur. Əvvəlki evlər, əvvəlki yerlər, heç biri yoxdur. Bugünə şükür qayıtmışıq, şəraitimiz yaxşıdır. Yataqxanadan köçmüşəm mən. Yataqxanada yaşayırdım Bakıda. Şəraitimiz çox pis idi. Elə müraciət eləyən kimi tez müraciətimizə baxdılar. Oğlumdur, yoldaşımdır, mənəm, çox yaxşıdır. 2 otaqdır. O bizim üçün böyük, elə bil 15 dənə otaqdır. Maşallah. Çox əziyyət çəkmişik, hə. Xeyirli olsun. İndi şükür, çox yaxşıdır. Havadakı gözəl. Mən şəkər xəstəsiyəm. Bakıda mən 4 dənə, 5 dənə gün ərzində dərman içirdim. Amma burada elə olur ki, bir dənə içirəm. Heç onu da birdən içmirəm. Yəni o dərəcə gəzirəm, gəzirəm, hərəkət eləyirəm, köhnə yerləri, köhnə Sabir küçəsində olub yoldaşımgil. Ora gedirik, gəzirik, baxırıq, düzdür, heç nə tapmasaq da baxırıq, gəzirik. 3 nömrəli məktəbdə oxumuşam mən özüm. Orada da heç nə yoxdur, amma belə gedirəm, gəzirəm. Hava çox yaxşıdır, həddindən artıq. Qarabağın havası o Buranın başdan bu başa sanatoriya kimidir. Həqiqətən, mən gəlmişəm buranın havası. Dərmandır, İnansız orada işləyirdim, yoldaşım da işləyirdi, mən də işləyirdim. Dedim, yox, bütün işi də boşlayıram, gedirəm mən oranın havası öz yurduma. Sevinə-sevinə gəldim. Dedim, Allah sağ olsun, nəyəsə bugünkü günə çox şükür edirəm. Ki, gəlmişik gözəl havası, öz yurdumuza qayıtdıq. Dünən getdim, məhləmi gəzdim, keçmiş məhləm, evimi, Hansı tərəfdə olub eviniz? Vançasın yanında. Hələ durur. Elə belə durur da, qonum qonşular evləri, eşikləri gördük.
pis olmadım. Dedim şu bugünkü günə ki, belə evlərə gəlib qismət olmuşam, yaşayıram. Şükür. Oğlumla, nəvələrimlə, gəlinimlə oturmuşam. Belə. Padruqalarım var çoxlu. Gəzirəm. Təzə qonşu. Alacan sağ olun. Hamısı təzə qonşular da hamısına sadət. Çox sağ olun. Çox sağ olun. Bizə maraqlı gəldi. Təşəkkür edirəm. Çox şad oldum. Mən də burada hər kəsdən ünsiyyətdən çox məmnun oluram. Həqiqətən də çox sevinirəm, çox güc alıram. Allah canınızı. Bütün arzusunda olanlara Allah bu gözəl evlərdən qismət eləsin. Gəlin bir dənə qəşəng şəkil çəkdirək. Hamımız əl eləyək. Salam əleykum. Qonaq istəyirsiniz? Xoş gəlmisiniz. Xoş günlərinizə gələk. Mübarək olsun eviniz, eşiyiniz. Xoş günlərinizə gələk həmişə. Xoş gəlmisiniz. İçərisində gözəl günlər görəsiniz. Çox sağ olun, var olasınız. Eşitdim ki, bura Ucalın evidir. Ucalın evi. Vətən müharibəsi iştirakçısı, qazi. Evdədir Ucal? Evdə şarjım gəldi. Hə, yaxşı. Salam əleykum. Xoş gördük. Çox sağ olun. Evinizə həmişə xoş günlərə gələk. Bir istəyirdik bir baxaq görək necə yaşayırsınız, həyatınızı necə qurmusunuz burada. Gəlin uşaqlar. Nə vaxtdan köçmüsünüz? Deyəsiz siz birinci köçənlərdənsiz. 2025-in dekabr ayında Cənab Prezidentin öz ad günündə 24 dekabrda Cənab Prezident bu evi bizə təqdim etdi. Çox sağ olsun, Allah canını sağ eləsin. Nə gözəl. Bizə bir qısa da olsa döyüş yolunuzdan danışın. Mən 2019-un yanvar ayında müddətli həqiqi hərbi xidmətə yola salınmışam. 2020-nin iyul ayı 1 il 6 ay əsgərlik xidmətimi başa vurmuşam. 2020-nin iyul ayının axırı müddətdən artıq kimi xidmətə başlamışam. Xidmətim Müdafiə Nazirliyinin İnsali hərbi hissəsinin kəşfiyyat bölməsindən başlayıbdı. 2020 Vətən müharibəsində iştirak etmişəm. Döyüş yolum Suqov, Şam, Murovdağ, Ağdərə, Kəlbəzər istiqamətlərində olubdu. Buna görə Cənab Prezident tərəfindən Suqov şanın azad olunmasına görə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşam. 2022 13 sentyabrın 12-sindən 13 sentyabrına keçən gecə düşmən təxribatının qarşısını alarkən Kəlbəzər rayonu ərazisində düşmən geniş miqyaslı şəkildə təxribat əlatdı. Biz də bir xüsusi təyinatlılar kimi, xüsusi təyinatlı komanda briqadasının mənsubu kimi düşmən təxribatının qarşısını almağa çalışdıq və aldıq da. Həmin vaxtda 13 sentyabrda mən düşmən tərəfindən bastırılmış minaya düşdüm. Kəlbəcər ərazisi. Bəli, Kəlbəzər ərazisində. Nəticədə ayağımın yarısını itirdim. 3-cü qrup müharibəliyəm. Buna görə də şücaətə görə medalı ilə təltif olunmuşam. İnsan müəyyən bir vaxtda özünü müəyyən bir peşədə görür. Mən həmişə özümü hərbiçi olaraq görmüşəm. Hərbi peşəni xoşlamışam. Bu da mənim hərbiçi olmama gətirib çıxarıbdı. Xidməti vaxtımda da, xidməti vaxtımdan əvvəldə də, əskərlik vaxtıma qədər də mən özüm sərbəst güləşlə məşğul olmuşam. Elə mən onu soruşmaq istəyirdim. Bəli. Orada idman alətlərini də gördüm. Mən sərbəst güləşlə məşğul olmuşam. Buna görə dəfələrlə rayon birinciliklərində nailiyyətlərim olubdu, respublikada yerim olubdu. Qol güləşi ilə də məşğul olmuşam. Yəni orduda gil qaldırma yarışlarında çempion olmuşam. Qismət belə gətirdi, yaralandım. Buna görə də xidmətimi dayandırıb məni pensiyaya çıxartdılar. Bugün bax bu Ağdamda keçirdiyiniz günlərdən, bu pəncərənizin açıldığı mənzərədən, bu qonum-qonşudan, buradakı həyatınızdan bizə danışın. Burada yaşamaq həm çox qürur verici, həm də məsuliyyət tələb edir. Ondan ötəri ki, bu torpaqların alınmasında həm mən, həm də mənim qardaşımın əziyyəti olubdu. Qardaşınız da Vətən müharibəsində iştirak edib. Biz evdə 2 qardaşıq. Mənim başqa bacım, qardaşım yox. Allah can sağlığı. O da 2-ci Vətən müharibəsində qoşun növlərimiz fərqli olsa da mənim döyüş yoldaşım olubdu. O əsgər idi. 9 ay əsgər idi, getdi müharibəyə. Cənab Prezident tərəfindən o da Vətən müharibəsi iştirakçısı medalı və Zəngilanın azad olunmasına görə medalları ilə təltif olunubdu. Hansı qoşun növündə idi? Sərhəd qoşunlarına. Xanım, gözəl ana, bu gözəl övladları yetişdirən ana, Allah sizə can sağlığı versin.
Bir evinizdən, Ağdamdakı həyatınızdan, qonum-qonşunuzdan, burada keçən günlərinizdən bizə danışın. Çox gözəl qonşuları var. Gəldim təzə qonşular tapdım özümə. Gözəl, mehriban. Burada həyat lap gözəl, öz vətənimdir. Mən özüm Ağdamlıyam. Yoldaşım da Ağdamlıdır. Biz Bərzədə yaşayırdıq. Köçkün həyatı idi. Heç həyatımız yaxşı deyildi. Harda məskunlaşmışdınız? Bərdə Alaçadırı kəndi var, orada məskunlaşmışdıq. Çox sağ olsun prezidentimiz. Şəraitimiz yaxşı olmadığına görə bizə burada ehtiyacım olundu, verildi. Sağ olsunlar. Gözəl bir həyatdır. Qonum-qonşum gözəldir. Təzədən gəlib özümü qonşu tapdım, təzədən dost tapdım. Çox gözəl, qəşəng. Döyüş yoldaşlarınızla əlaqəniz var? Bəli, döyüş yoldaşlarımın çoxsu ilə əlaqəm var. Allah bütün şəhid qardaşlarımıza rəhmət eləsin. Yanımda şəhid olublar. Mənim üçün unudulmaz bir dərddir. Şəhid qardaşlarım. Onların mənimlə birlikdə keçdiyi döyüş yollar. Necə qəhrəmanlıq göstərdikləri. Hər birisi mənim gözümün qarşısındadır. Mənim döyüş yoldaşlarımdan mənimlə birlikdə döyüşəndə yaralanan qazi qardaşlarım var. Hal-hazırda xidmətdə olan qardaşlarım da var. Çoxsu ilə də əlaqəm var. Həmişə onlar da məni axtarırlar, zəng edirlər, səhhətimi soruşurlar. Hansı ki, məni döyüş meydanından çıxardan qardaşlarım var. Mən bütün qazilərimizə, bax bu sizlə elə söhbət əsnasında bir vətəndaş kimi, bir jurnalist kimi, bir Qarabağdan olan xanım kimi hamınıza təşəkkürümü bildirirəm. Hamınıza Allahdan can sağlığı arzulayıram. Gözəl, huzurlu, firavan gələcək arzu eləyirəm. Hələ də müalicə olunanlara Allahdan şəfa diləyirəm. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Onların bizim hamımızın boynunda bir ömür boyu haqqı var. Düzdür. Burada keçirdiyiniz və bundan sonra keçirəcəyiniz günlər bütün yaralarınızı xəfiflətsin. Çox sağ var. Bax o köçkünlük dövründə çəkdiyiniz, o şəraitsizdə çəkdiyiniz bütün əziyyətlərin hamısı unudulsun xanım. Çox sağ ol, çox sağ ol, var ol. Getmişdim Ağdam'a. O gündən də aprelin 24-ündə. Ondan əkib gətirmişəm, hələ də solmuşdu. Hə, nə gözəl. Əla. Elə kökündən çıxartdım, gətirib vermişəm. İnanırsınız ki, bir aydır mən bura köçmüşəm. Yəni mənim sevincimin həddi hüdudu yoxdur. Elə bil ki, doğrudan nağıllar aləmindəyəm. Ki, yəni biz buranı bir 5 il bundan qabaq gəlib nə avırda görmüşdük. Ürəyimiz dağlanırdı. O bir anlığa köçdüyümüz yadıma düşür. Ki biz göz yaşları ilə buranı tərk eləyirdik, istəməyə. İndi Allahın bugünkü gününə şükür ki, o göz yaşları sevinç göz yaşları ilə əvəz olubdur. Yəni bizim də ailədə 4 qardaşım müharibədə iştirak eləyib. Biri şəhid olub 94-cü ildə, qardaşım Füzuli. Füzuli şəhid olanda Yaşarın 13 yaşı var idi. Yəni o da getdi əskərliyə, hərbi xidmətində. Elə o gedən ilindən də xüsusi təyinatlar yaradılmışdı. Elə həmin günündən ora yazılmışdı, ta ki bugünkü günə qədər. Şükür Allah'ın bugünkü gününə ki, yəni şəhid qardaşı Füzuli içində olmaq şərti ilə bir belə şəhid vermişlərin qanını aldı. Şuraya ilk bayrağı saçdı. Yaşar Hüseynov, Vətən müharibəsi qəhrəmanıdır. Bəli. Bax bugün bu dayanıb durub söhbət elədiyimiz bu gözəlliklər var ha. Bəli. Bax onun memarlarından biridir. Doğrudan da. Allah ona can sağlığı versin. Allah bütün igidlərimizi, ordumuzu qorusun. Şəhid qardaşınıza Allah rəhmət eləsin. 32 ildə çox itkələrimiz oldu. Atam itdi, anam itirdik. İndi bugünkü gündə burada olmamız elə bir azacıq olsa da bizə təsəlli verir. Özümüzü qürurluq, xoşbəxt sayırıq ki, qardaşım kimi bir elə şəhidlərin qanı nahaq yerə tökülmədi. Bu gün mən inanıram ki, onun ruhu şaddır ki,
Qanı töküldüyü torpaqda bu gün bacısı yaşayır. Füzuli kimi şəhidlərin çox burada anaları yaşayır, bacıları yaşayır. Hər səhər, hər axşam Allaha şükür eləyirəm ki, Ağdamın havasında yaşayırıq. Kəndimizə gedib gəlirik Avdala, Avdal Gülahlıya. Adamın ürəyi o qədər doludur ki, bir şəhid bacısı kimi, qəhrəman bacısı kimi mən Ağdamda yaşayıram. Çox qürur verici hissdir. Allah onu bütün arzusunda olanlara qismət eləsin. Allah Ali Baş Komandanımızı var eləsin, onun ordusunu qorusun. Yaşar kimi oğullar sağ olsun. Yəni nə qədər itkilərimiz olsa da fəxr eləyirik ki, çox gənclərimiz var. Vətənpərvər, ürəyi vətəndən döyünən. Allah bütün torpaqları həsrəti ilə yaşayıb, ora gedib qismət olmayanların bari övladlarına qismət eləsin. Yaşayanlara da can sağlığı versin, bari onlar geçsin, görsün. Gəlsinlər bu gözəl cənnətdə yaşasınlar. Çox xoşdur. Həqiqətən adamın ürəyi açılır. Qürurlu bir hissdir ki, Ağdamlı Ağdamda yaşayır. Bundan gözəl bizim nəyimiz ola bilər ki? Əla, təzə gəlmişik indi biz bura. Elə gəlmişik, yaxşı da belə ürəyin istəyən, bax belə buraları belə görürük. Bizim ömrümüz gedib, amma bizi bura yaşada bilər. Şəhidlərin o sümüklərinə də qurbanam. Bütün şəhidləri hamısı mən yola salmışam. Onların anasının sinə dağına da qurbanam. Mən el anasıyam. 45 il yas aparmışam. Bütün şəhidləri mən yola salmışam. Siz həmin əsli xalası? Bəli, bəli. Bütün Ağdamda məşhur olasınız. Oy, azları qalmaz. Gəl səni bir yaxşı öpürəm. Az gəl az. Oy, sağ qurban olmaz. Mən nə sən tanıdım, Mən də neysə. sizin sorağınızı həmişə eşitmişəm uşaqlıqda. Qadan Amma üzünüzü indi rəylə. görürəm. Əsli xalan, əsli xalanı tanımayan insan yoxdur. İndi də belə olmuşam. Allah sizə can sağlığı versin. Sağ ol. Burada gözəl, Sağ ol. sağlamlığınıza qovsun, Sağ ol. gözəl günlər Sağ ol, yaşayasınız. qadan olun. Nə tər keçir burada günlərin? Əla, 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 yaxşı. Tay nə olacaq? Bu cür ev-eşik tikibdilər. Hər şəraitimiz var. Tay bundan artıq neynəyib? Bundan artıq nə olmalıdır? Qadan alın. Aşağıda gəzəndə gördüm ki, bir güllü çiçəkli, bağlı bostanlı eyvan görünür. Dedim, görüm kim salıb bu gözəl mini bağçanı, gəlirəm ki, Minaya xala. Allah sizə can sağlığı versin. Nə vaxtdan köçmüsünüz? Fevralın 17-si. Xeyli vaxtı. Bu nədir, bax, əkmişsiniz Minaya xala? Xiyar. Bostan. Bu şitildir, yoxsa toxumdan Yox, əkmişsiniz? şitildir. Balaca görürəm, üstündə bar da gətirib. Hə, bu deyil, burada da var. Bir mənə danışın, bax, bu gözəlliyi nə vaxtdan yaratmışsınız? Necə düzüb qoşmusunuz bunları? Bütün eviniz güldür. Mən vəbşə gül həvəskəriyəm. Bakıdan getmişəm bunları. Köçəndə özünüzdən Özdən gətirmişsiniz. gətirmişəm bunları, hə. Burada da bəsləmişəm, asif belə. Necə keçir burada günləriniz? Əla. Heç vəbşə Bakı yadıma düşmür mənim. Eynimlə keçmək Bakı var. Burada yaşayacağım ölənə qədər. Allah uzun ömür versin. Amin, hamısı. Neçə yaşında çıxmışdınız? 35 yaşında. İndi şöyle 69 yaşındayım. Bizim həyət də, deyirlər, bax sənin qazanxanası bizim həyət. Mən buradan baxanda
Elə biləm o həyətdə yaşayıram. Uşaqlarım hamısı yanımdadır. Köhnəyə qayıdıram. Yəni köhnə yaşadığımı indi yaşayıram. Həmin yaşayış yaşayıram. Bu evdə, bu eyvanda və bu mənzərədə siz Həmən həyatınızı o 32-35 yaşından qaldığınız o qaldığım dövrəni yaşayıram. Elə biləm davam edirəm. Elə biləm həmin günü keçirəm. Allah ömür versin. O yaşamadığınız 30 ilin əvəzinə Allah sizə burada gözəl günlər qismət eləsin. Amin inşallah. Amin. Nəvələrim də gəlir, oğlanlarım da gəlir, gəlinlərim də gəlir yanıma. Hamı deyir mənə. Qohum məqrəbə hamı gəlir. Heç məni darıxmağa qoymurlar burada. Nəvəniz də gəlib sizi görməyə. Bəli, Sənan da gəlir. Sənan bir bizə boylan. Xoş gördük. Gəlirəm indi o balkonda da sizlə söhbət eləməyə. Binay xala, qonşularınız var da yəqin ki. Var, elə qonşularım var. Nətər qonşuluq eləyirsiniz burada? Əla. Çox yaxşı. Xəstələndə başım sınarlar. Lazım olanda kömək edirlər, hər cürə. Nətər qayğı lazım edirlər. Bitkilər canlı orqanizmdir də. Bax, bu qədər ki, gözəl yetişdirmişsiniz bunları. Gününüzün neçə saatını həsr eləyirsiniz bu bağ bostanınıza? Vallahi 5-6 saat yenə vaxt edirəm, danışıram bunlarla. Səhər durub sabahın xeyir deyirəm. Fidanlarım nə gözəlsiniz, nə qəşəngsiniz, danışıram bunlarla mən. Allah sizə can sağlığı versin. Sizin üzünüz, çöhrəniz də bu güllər kimi, bu güllər də sizin kimi gözəldir. Sağ ol, Allah razı olsun səndən. Binay xala, fikir verirəm ki, bu təzə mənzilə köçənlərin əksəriyyəti yeni əşyalarla evini bəzəməyə çalışır. Girdiyim evlərin içərisində hamısında belə görmüşəm. Heç elə bir əşya varmı ki, o sizin işğaldan öncəki Ağdamda evinizdə olsun və bugün də özünüzdən saxlayasınız? Bəli, var. Nə saxlamısınız? Atam mən 2-ci sinifdə oxuyanda mənə paltar tikən maşını alıb. O durur. Onu indiyə saxlamışam. Onu siz gəlin göstərin. Hə, göstərin. Gəlin. Budur. Bu maşındır, hə. Lap o qədim köhnə maşınlardan deyil. Mən 2-ci sinifdə oxuydum. Açılır, hə. Mən 2-ci sinifdə oxuydum maşın alınanda. İndi də maşallah 69 yaşınız var. 69 yaşım var, hə. Bunun təxminən hardasa 60 yaşı var bu maşının. İşləyir. Arada işləyir, hə. İşlədirsiniz bunu heç? İşlədirəm, paltar ayaq tükəndə, nə bilim, bir şey zırlanda özüm tikirəm. Elə o vaxtdan da işlədirdiniz? Şu vaxtdan işlədir, hə. İndi bu sizin 2-ci sinifdə alınandan sonra sizə cehiz veriblər də bunu? Demək olar. Cehiz veriblər. Demək olar. Həqiqətən də maraqlıdır. Antikvardır da bu. Qədim əşya sayılır. 60 yaşım orada. Görün neçənci illərdən qalıb. Gözəldir, xatirədir bunların hamısı. Əlbəttə, yox. Atamdan xatirədir, anamdan xatirədir. Allah rəhmət eləsin Ölənlər hamısına. hamısı behişt olsun. Bu gözəl günlərdə bütün dünyadan köçənlərimizin ruhu şad olsun. Amin Allah, amin. Atam, babam, əmilərim o qədər danışıblar Ağdam şəhəri barəsində mənə ki, yəni elə bil ki, özüm də burada olub böyümüşəm. Yəni bu Ağdamı həmişə yaşatmışdılar evimizdə. Və ona görə də mən bura gələndə elə bir təzə bir yerə gəlməmişəm. Bildiyim yerə gəlmişəm. Özüm burada çox doğma hiss edirəm. Nənə ilə günləriniz necə keçir? Əla. Çox sevinirəm ki, mən Ağdamıma qayıtmışam, gözəl Ağdamıma. Bir tərəfdən də kədərlənirəm ki, mən tək qayıtdım, Ağdama tək qayıtdım, ailə üzvlərimsiz. Onların hamısını bu işğal illərində itirmisiniz? Bəli, anam da işğal illərində qonşunun həyətinə düşdü, qəlpələri gəldi bizə. 3 qardaşımın üçü də döyüşürdü. Mən də hərbidə işləyirdim, hərbi prokuraturada işləyirdim. Qardaşlarım da aldıqları, 2 qardaşım aldıqları yaradan dünyasını dəyişdilər. Bir qardaşım Uçbabalı Muğanlı kəndlərinin müdafiəsi uğrunda döyüşlərdə itkin düşdü, vurularaq ermənilər tərəfindən götürülür. O vaxtdan bu vaxta qədər heç bir xəbəri yoxdur. Belə gözləyirəm, yol gözləyirəm. Yəni, faktiki 35 ilə yaxındır sizin gözünüz yoldadır. Çox çətindir. Həqiqətən də itkin yolu gözləmək bu müharibənin ən acı üzlərindən biridir. Çox çətin günlər yaşayıram, çox.
Hardasa 30 neçə ildir mən təkəm, tənhayam. Sizin doğma şəhərə qayıtmağınız, buradakı ovqat, buradakı hava, buradakı ortam heç bir həyatınıza, dərdinizə az da olsa xəfiflik gətirirmi? Azca, hələlik azca. Amma sevinirəm ki, mən Ağdam torpağındayım. İşğaldan öncə Ağdamda Füzuli küçəsi 113 nömrəli evdə yaşamışam. Özüm komsomol işçidə olmuşam. Sonra hərbi prokurorluqda işlədim, topun tüfəngin altında. Yəni heç qorxmadım. Uf demədən işlədim gecə gündüz. Maysə xanım, söhbətimizin üstünə yağış yağmağa başladı. Yağışda edilən dualar eşidilir deyirlər. Mən bu gözəl gündə Allaha dua eləyirəm ki, doğma torpağa qayıdışınız sizə düşərli olsun. Amin. O 30 ildən çox gözlədiyiniz xəbəri alasınız. Amin, amin. Mənim tək gözlədiyim odur. Hər gün yol gözləyirəm, qulağım səslə deyirəm. O sağ yox deyil, hara gəlir ki sağ. Onun bir nəşi tapılsa mən də rahat olaram da bir məzar olardı. Ağdamın fəal ziyalılarından biri 28 illik işğal dövründə Ağdamın səsi olan xanımlardan biri Tünzalə xanım da artıq Ağdam şəhərindəki öz yeni mənzilinə köçüb, burada yeni həyata başlayıb. İstəyirəm onun qapısını döyəm, o da öz təəssüratlarını bizlə bölüşsün. Evinizə xoş gəlmişik. Xoş gördük sizi Tünzalə xanım. Xoş günlərinizə gələk. Allah xeyirli eləsin, Allah mübarək eləsin. Həmişə sizin xoş günlərinizə gələk. Olarmı biz sizlə burada bir söhbətləşək, bir evinizdən tanış olaq? Buralar sizə qurbandır. Buyurun uşaqlar. Buralar sizə qurbandır. Çox təşəkkür eləyirəm, çox təşəkkür. Ağdamda görüşmək nə xoş, nə xoş. Çox. Mən elə qapınızın önündə dedim ki, 28 illik işğal dövründə Ağdamın səsi olan ziyalı xanımlardan biri Tünzalə xanımın yeni həyatına şahid olmaq istəyirəm. Gəlin bizə o yeni həyatı göstərin. Təzədən doğulmuşam. Gəlin bizə o yeni həyatı göstərin. Tünzalə xanım, bu mənim çox diqqətimi çəkdi. Elə içəri girən kimi gözüm bunu aldı. Bundan mənim nənəm də toxuyardı, yadımdadır. Bir gəlin bundan bizə danışın. Mən əminəm ki, bu sizin işğaldan öncəki dövrə aid olan ev əşyalarınızdandır. Böyük bacım toxuyubdu, o verdi. Onun yoldaşı Bərdər rayonunda yaşayırdı. Ona görə də belə şeylər əldə qalmışdı. Hə. Gələndən sonra, yəni Ağdamın hardasa iyul ayının 17-si bizim ev yandı. 17-si. 93-cü iyulun 17-si Ağdam getməmiş. 5 gün qabaq, 6 gün qabaq. Bəli. Bizim ev yandı, hər şeyimiz. Sonra Yeylə bacım öz əşyalarından mənə hədiyyə elədi bunlar. Baxasınız, hamısı belə, yəni qədimi. Çox xoşlayıram. Mən bunu belə deyim, çərçivəyə saldıracağam. İndi elə sənət əsəri kimi artıq divara asacaqsınız. Möhtəşəmdir. Doğrudan da möhtəşəmdir. Xoş gəlmisiniz. Xoş günlərinizə gələk. Nə gözəl işıqlıdır. Təzə köçmüşəm. Hələ pərdə də vurmamışıq. Elə bu belə yaxşıdır ki, birbaşa bu yaşıllığa baxırıq. Ağdam məscidinə baxırıq. Yəni bunlar hamısı gözümüzün qabağında, mədəniyyət evi. Hamısı göz oxşuyur, lalələr. Çox gözəl, çox. İkinci ömrümü yaşayıram. İkinci həyatım. Allah sizə burada yaşamadığınız o 30 ildən artıq müddət var ha. Bax onu doya-doya versin indən belə. Çox sağ olun, çox sağ olun. Gəlin bir oturaq söhbətləşək. Prezidentimiz bizi yaşatdı. Bizə təzədən ömür gün bəxş elədi. Nə vaxt köçmüsünüz? Aprel ayının 21-i köçmüşəm. 93-cü ilin iyulunda Ağdam işğal olunan günü çıxmışam. Ondan qabaq mən Əhmədəvar Orta Məktəbinin direktoru olmuşam. Axır günə qədər orada olmuşam. Ona görə ki, Ağdamın su anbarı da Əhmədəvarda yerləşirdi. Bəli. Çox çalışdıq. Dəstə yarananda mən məktəb direktoru idim Qarabağ Şahinləri Sifdə. Ora bir söz yazdırdıq ki, oğullarım, məni sərhəddə bastırın. Sərhəddə bastırın ki, düşman qoşunları üstümdən adlayan zaman siz hücuma keçəcək, qalib gələcəksiniz. Amma Ulu Cavanşirin bu sözlərinə əməl edə bilmədik. Ona görə ki, bu nə Əhmədəvar, nə Ağdam müharibəsi deyildi. Azərbaycan, Ermənistan məkirli Moskvadan idarə
olunan bir iş idi. Əhmədavar kənd orta məktəbinin 2 milli qəhrəmanı var. Can Polad Rzayev, Baxşeyiş Paşayev. İşğal dövründəki hisslərinizi, yaşantılarınızı və fəaliyyətinizi mənə qısa anlatmağınızı xahiş edirəm. Bəli, mən çalışdım ki, Ağdama yaxın rayonda məskunlaşım. Buna görə Bərdəni seçdik. Bərdədə də böyük çadır düşərgəsi açıldı. Çox böyük. Mən gəldim, orada direktor işlədi. Burada indi mən Ağdam 2 nömrəli məktəbin direktoru oldum. Çadır şəhərciyi. Çadır şəhərciyində, bəli. İşğaldan sonra. İşğaldan sonra. Çox böyük məktəb, çox böyük. Burada fəaliyyətim o qədər genişləndi ki, həm Pekində konfransda iştirak elədim, New Yorkda elədim. Sonra Birləşmiş Ərəb Əmirliyində Şarja şəhərində yerləşən Dünya Qaçqın Qadınlarının 1-ci simpoziumunun iştirakçısı oldum. Orada mən həm Şarja hakimi Qasimi ilə, həm də Birləşmiş Ərəb Əmiri Şeyx Zayed ilə görüşdüm. Deməli, elə bir vəziyyətdir ki, o müddətdə sən sözünü deməlisən. İşıq yanır. Orada deyə bilmədinsə... Yəni, qısa bir şansım var. Bəli, bir şans var. O şansdan mən toxunmadan onun mühafizəçilərinin qarşısına elə keçdim. Çadırda olan bütün vəziyyəti danışdım. Ora mən aparmışdım Xocalı. Bütün o nə qədər ki bizim deməli çətinlik günlərimiz, çadırdan şəkillər, Şeyx Zayed baxdı, dedi Bosniya Hersegovinanın yardımını mən azaltdım, verdim Azərbaycana. Nə qədər yardımla qayıtdım həmin cəmaatımla onların üstünə. Oradan mən 10 ədəd yapon tikiş maşını gətirdim. Çadırda işsiz qadınlara sex açdıq. Deməli 93 2006-cı il Azərbaycanda bir çadır düşərgəsi qalmayacaq. Cənab Prezident əlini çiynimə qoyaraq o sözü mənə verdi ki, mən sizi aparacağam. Sonra 2006-cı ildə çadır düşərgələri ləğv olundu. Cəmaatı köçürdük, gətirdik Bənövşələr qəsəbəsinə. Cənab Prezident orada gəldi, məktəbin açılışında oldu, görüşdü. Mənə orada da söz verdi ki, bura sizin yeriniz deyil, sizi yenə aparacağam öz torpağınıza, öz elinizə. Və gətirdi. Və gətirdi, əməl elədi. Çox təşəkkür eləyirik Prezidentə. Burada keçən günlərinizi bizə bir anladın. Səhər durursunuz, gününüz necə keçir? Siz təqaüddəsiniz artıq. Bəli, mən təqaüddəyim. İşləmirsiniz. Əsasən evdə olursunuz. Bəli. Bax, bir gününüz səhərdən axşama nədən ibarətdir? Bu pəncərədən görün nələr görünür buradan. Bəli. Murov dağın zirvəsinə qədər görünür sizin pəncərədən. Bu mənzərələrə baxanda siz nə düşünürsünüz, nə hiss edirsiniz? Hər günümü belə açıram. Mən əvvəldən elə o çadırda da 5-6 mən oyaq oluram. Səhər dururam, eyvana çıxıram. Bu tikintini, bu abadlıq işlərini görəndə inanın, ömrümüzə ömür verir. Bizə bu küçədə Pənahəli xan küçəsidir. İnanın, o adı da eşidəndən elə bilirəm, o qala divarlarının yanındayıq. Elə hiss eləyirəm özümü. Burada yeni həyatın qurulması üçün, köhnə ənənələrin itməməsi üçün, gənc nəsli yetişdirmək üçün sizin kimi dünya görmüş insanlara ehtiyac var. Sizin təcrübənizə, sizin danışacaqlarınıza, sizin göstərəcəklərinizə ehtiyac var. Yəni siz gərək həmişə gənclərin arasında olasınız. Düzdür, düzdür. Adi xırda gedirəm. Əvvəllər bəlkə o mənə təsir eləmirdi. Yerdə nəsə bir butulkamı, yerdə bir kağızımı görəndə elə baxıram ki, bura nə zəhmətlə, nə cür siyasətlə alınıb, olmaz. Yəni hər şeydə bir nizam, intizam, təmizlik. Yeri düşdükcə öz tövsiyələrimi verirəm. Nə qədər canımızda can var, yeni tikilən bu Ağdam üçün əlimizdən gələn hər şeyi edəcəyik. Ona görə ki, o çətinlikləri keçib gəlmişik. Hamısı gözümüzün önündə olubdur. Evlər çox rahat, heç bir narahatçılıq yoxdur. Uşaqlar üçün hər şey nəzərdə tutulub. Cəmiyyətimiz üçün dükanlar, yəni insanın ümumiyyətlə infrastruktur öz qaydasındadır. Çox yüksək səviyyədə. 5 şagirdim torpaqlarımız uğrunda Vətən müharibəsi zamanı, 2-ci Qarabağ müharibəsində. 2-ci Qarabağ müharibəsində onlar şəhid oldular. Onların ailələri ilə görüşürəm, gedirəm. Bura köçdüyümə baxma. Həmin ki o var, o çadırda olan o insanlar. Onların hamısı ilə əlaqələrim var. Müvəffəqiyyətlərinə sevinirəm. Dar gündə yanlarında oluram. Allah hamısına can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimiz 100 yaşasın və həmişə dəmir yumruq yuxarıda olsun. Həmişə, həmişə. Təşəkkür eləyirəm sizə bu
işıqlı evinizdə sizə işıqlı günlər arzu eləyirəm. Çox sağ olun Saadət xanım. Canınız sağlam olsun. Bizim sizin kimi böyüklərə, sizin kimi bu torpağın bütün ənənələrini öz canında, qanında, ruhunda yaşadan insanlara ehtiyacımız var ki, həyat 93-cü ildə hardan qalmışdısa, davam eləsin və onun qaldığı yerdən davam eləməsi üçün sizin kimi onu özündə yaşadan insanlara ehtiyac var. Xoş gördük. Axşamınız xeyir. Nə gözəl hava alırsınız. Nə zaman köçmüsünüz? Fevralın 17-sində. Bəs siz? Bu da mənim oğlum. Nə gözəl. Qonağam. Siz köçmüsünüz? Bəli, mən, oğlum, bir də yoldaşım, üçümüzə veriblər 2 otaqlı ev. Çox razıyıq. Allah prezidentimizə dəyməsin. Sizlə belə canın sağ eləsin. Arzularına çatsın, balaları xoşbaxt olsun. Biz burada rahat xoşbaxtıq. Allah onu da xoşbaxt eləsin. Allaha and olsun. Bəlkə də dersin ki, bu arvad yalan deyir. Çox gözəl, çox gözəl. Allah yenə deyirəm, prezidentimizin bütün gələcəkdə övladların, nəvələrin xoşbaxt eləsin. O da baxsın, sevinsin bizim kimi. Vəssalam. Çox razıyam şəraitimlə. Suyumuz rahat, hər şeyimiz rahat. Köçkünlük zamanı harda yaşamısınız? Bərdədə. Belə binaydı. Qaşınqılar qaldı binada. Çox pis gündə idi biz ora gedəndə. Onu qəşəng remont elətdirdik, hər cür şəraitin. Suyun çəkdik, işığın çəkdik. Yaşayış binası idi, yoxsa ictimai bir yer idi? Yox, belə xarab bina idi. Olası şey istifadəsiz bina idi. Sağ ol, yararsız bina idi. Yararsız bina. Oranı qəşəng düzəltdik, sərgiyə saldıq, yaşadıq. İndi də oradan bura gəldik. İndi bax, bunun 3 oğlu var. Maşallah. Maşallah günün olsun. Bakıda yaşayırlar. İndi bu bizə qonaq gəlib. Yoldaşı, 3 oğlu anası gildədir. Bunun qaynanası gildədir. Bu da deyir ki, ana, mən də ürəyim çəkir burana. Mən də istəyirəm buradan mail versinlər. 3 oğlumu da, yoldaşımı da götürüm gəlin bura. Allah haqqı, onlar orada tənha, bu da burada tənha. Tövbə. Çox istəyirəm ki, buna da ev verirlər. Bir qızım var, o da ev istəyir. Bilirsiniz. Növbə ilə hamıya veriləcək. Orası istəyir, mən də istəyirəm. Allah can sağlığı versin. Gözəl günlər arzu eləyirəm. Çox sağ ol bacı, çox sağ ol. Vüsal qardaşım Ağdam şəhərinə ilk köçən sakinlərdən biridir və elə gələndən də sənaye parkında işlə təmin olunub. Mən xahiş etdim, işdəydi, xahiş etdim müsahibəyə gəlsin. Niyə təkidlə onu bura çağırmışam? Çünki o bizə burada keçən günləri ilə yanaşı, həm də Ağdam şəhərinə köçəndən sonra necə iş tapmaq olar, haralara müraciət etmək lazımdır, onun da bir yolunu göstərsin, bizə işarə versin ki, bundan sonra da köçməkdə olanlar iş tapmaq üçün haralara necə müraciət etməlidirlər. Buyurun Vüsal. Sadıq xanım, xoş gəlmişsiniz şəhərimizə. Biz sizin bu çəkilişlərinizlə tanış olduq. İlk gəlib çəkənlərdən biri də siz idiniz. Küçə-küçə, addım-addım gəzirdiniz bu məhəllələri, dağılmış evlərimizi göstərirdiniz bizə. Həmin vaxt mən düşünürdüm ki, Sadıq xanım yaxşı ki, Minəyazada bu təhlükəsindən, yəni təhlükə olmayıb da bu müddət ərzində. Çox sağ olun siz. Mən sizə təşəkkür edirəm diqqətiniz üçün. Yeri gəlmişkən, bax, elə söz düşmüşkən qeyd edeyim. İndi burada hamı rahat gəzir. Bax, görürsünüz, uşaqlar nə gözəl oynayırlar. Amma biz çox təhlükəli dövrlərdə işləməyə başlamışıq. 5 il fasiləsiz Ağdam şəhərinin və ətraf kəndlərin ərazisində işləmişik. Və
bütün o təhlükəli zamanlarda işlədiyimiz vaxtda bizim addım-addım yanımızda olan ANAMA əməkdaşlarına və polis əməkdaşlarına yeri gəlmişkən dərin təşəkkürümü bildirirəm. Çünki onlar kadrda görünmürlər, amma hər bir ərazini bizdən öncə yoxlayırdılar və sonra da çəkilişin düz sonuna qədər saatlarla, elə olub 12-14 saat onlar bizim yanımızda kadr arxasında bizim təhlükəsizliyimizi qoruyublar. Hamınıza təşəkkür eləyirəm, haqqınızı bizə halal eləyin. Buyurun Vüsal. Çox sağ olun. Sadıq xanım, demək 2025-ci ilin dekabrın ayının 24-ü prezidentdən burada ilə hasarlarımızı almışıq. Onların içərisində biri də mən idim. Və 3 övladımla, atamla, anamla köçmüşük bu məhəlləyə. Bu məhəlləndə mənim üçün daha önəmi ondan ibarətdir ki, 2023-cü ilin may ayının 2-si bu bünövrə atılan vaxtı mənim qızım anadan olub. Humayım anadan olub. Bizim üçün daha fərqlidir. Çünki bu küçə Kərimov Sənan küçəsi mənim əmim oğlunun adınadır. Şəhid Kərimov Sənan. Allah rəhmət eləsin. Ona görə o qədər şeylər bağlayır ki, bu şəhərlə bizi, bu torpaqla bizi. Çünki əgər Xudu Məmmədovun bir gözəl sözü var, deyir, istəyirsənsə ki, övladın bu torpağı sevsin, onu sevdirməyə çalışma. Gəzdir, özü sevəcək. Vətəni göstər. Bəli, özü vətəni sevəcək. Bəli. Şükürlər olsun bu günümüzə. Yenə Allahdan şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə can sağlığı dilirik və Ali Baş Komandanımıza uzun ömür can sağlığı arzulayırıq. Belə, köçdük. Dekabr ayının 24-ü mən işlədiyim müəssisənin açılışı olub, prezident tərəfindən açılışı olub. Yaxınlaşdıq məşğulluğa, burada Əli bəy var. O bizi yönləndirdi, məni yönləndirdi həmin müəssisəyə. Gələndən də işləyirik, şükürlər olsun bu günümüzə. Övladlarım bir nömrəli məktəbə gedir. Yoldaşım müəllimədir. O da işlə yəqin ki, təmin olunacaq qısa bir müddətə. Hər şey yaxşıdır bizim üçün. Rahatdır, gözəl havası var və suyu gözəldir. Siz işğaldan öncə neçə yaşındaydınız? Buradan neçə yaşında çıxmısınız? Mən 1985-ci ildə anadan olmuşam. 8 nömrəli məktəbi cəmi 5-6 ay getmişəm. Ondan sonra isə müharibə və müharibənin fəsadları bir müddət Bərdədə yaşamışıq. Sonra Bakıya köçmüşük. Belə bu dövrü hətta mən deyərəm bir qaranlıq dövr kimi xatırlayıram mən. Artıq o qaranlıq dövrü unutmağa çalışıram mən. Çünki xatırlamaq istədiyim şey Ağdamla bağlıdır ki, bundan sonra övladlarım o xatirələrdən uzaq olsunlar və onlar üçün burada daha yaxşı olsun. Bura daha gözəl olsun, bura çiçəklənsin. Müəyyən bir təşəbbüslərimiz var bizim məhəllə ilə bağlı. Bura 2-ci yaşayış məhəlləsinin 7-ci kvartalıdır. Prezidentimizin də bünövrə atdığı. Yəni 2-ci yaşayış məhəlləsinin bünövrəsi burada atılıb. Burada atılıb, bəli. Biz özümüz təmizliyə riayət eləyirik. Övladlarımız o zibil qutularını belə təmizləyirlər. Yəni belə deyək, öyrədirik ki, buranı təmiz saxlamaq lazımdır. Bu bizim şəhərimizdir, bizə məxsusdur. Bax görürəm, bu uşaq oyun meydançası da tərtəmizdir. Bəli. Çünki özləri təmizləyirlər. Yəni atılırlarsa da kimsə, başqa bir adam deyir ki, buranı təmizləmək lazımdır. Yaşlılarımız orada süpürgə əllərində təmizlik işi aparırlar. İstər-istəməzdir, ağacın yarpaqları tökülür və yaxud kimsə siqareti çəkir, yerə atır. Necə ki, vaxtında öz həyətlərinin, darvazanın qarşısının təmizliyinə baxırlar. Bəli. Bax, indi həmin o təşəbbüsləri də bu həyət üçün edirlər. Bəli. Liftlərimiz, pilləkənlərimizi təmiz saxlamağa çalışırıq. Onunla bağlı bir afişalar hazırlamışıq özümüzə uyğun olaraq da ki, yəni təmiz saxlayaq. Heç kim eyvandan yerə zibil atmır ki? Yox, qətiyyən belə bir şey yoxdur. Yəni o şey yoxdur. O şey artıq belə deyək də yığışdırılıb. İş tapmaq üçün köçənlər və bundan sonra köçəcək insanlar, Əli bəy dediniz, konkret hansı ünvana müraciət eləsinlər? 38-ci binanın altında nümayəndəliyin ofisi var. O ofisdə Əli bəy oturur, Ağdam məşğulluğunda işləyir. Ona müraciət olunmalıdır. Peşəyə uyğun. İndi ali təhsillidirsə, əlbəttə ki, ali təhsilinə uyğun. Mən Bakı dövlətinin tarixini qurtarmışam və uzun müddət müəyyən bir sferada işləmişəm, tibb sektorunda işləmişəm. Əlbəttə ki, burada hal-hazırdakı vəziyyətdə mənim işimə uyğun, yəni ixtisasıma uyğun olaraq bir yoxdur. Ona görə mənə ambardar verdi, ambar müdürü veriblər. İşləyirəm. Saat 8-dən axşam saat 5-ə qədər işdə oluruq. Şənbə bazar evdə oluruq. Övladlarımızı götürürük, gəzirik. Gözəl yerlərimiz var, özünüzdə gəzmişsiniz, görürsünüz. Bəli. Gəzdikcə bitmiş ki buralar. Bəli. Gəzdikcə qutarmır. Bu yaxınlarda Şuşaya, Xankəndiyə aparmışdı. Yəni onlar da görürəm ki, bizim sevdiyimiz kimi bu ərazini, Qarabağımızı sevirlər. Çünki o içəridən gəlir, sevgi ilə gəlir o. Maraqlı bir məqam deyim. Yadınızda, bilmirəm, indi uşaq idiniz, nə qədər xatırlayırsınız. O vaxtlar bulaq başına gedərdilər. Bəli. Yemək yeməyə gedərdilər, evlərinə su gətirməyə gedərdilər. Belə bir ürəklərinin açılmasını istəyəndə Abdal Gülaplıya kəhriz başına gedərdilər, Damcı bulağa gedərdilər. İndi də uşaqlarınızı bulaq olan yerlərə aparın.
elə Abdal Gülaplıdır. Kolataqda çox gözəl bir bulağın olduğunu deyirlər. Xocalının Seyidbəyli kəndi, ümumiyyətlə Xocalının kəndləri çox gözəldir. Çox gözəl. Mən gəzdim, heyran qaldım. Bilirsiniz, su informasiya daşıyır. Bəli, bəli. İnsan, o bədənimizin böyük bir hissəsi sudan ibarətdir. İnsan içdiyi su ilə həm də orqanizminə informasiya qəbul eləyir. O yüzden de su insanın formalaşmasında, torpağa bağlanmasında çox önəmli bir amildir. Harda gözəl bulaqlar varsa, hər həftə uşaqlarınızı ora aparın. Bəli, o Şəhidlər bulağı dediniz Abdal Gülaplıdakı. Bir neçə dəfə aparmışıq artıq, övladlarımız oraları gözəl tanıyırlar. O köhnədən Başkəhrizdir. Bəli, bəli. İndi onun üstündə Şəhidlər Parkı salırlar. Çox gözəl bir təşəbbüs qaldırıb Abdal Gülaplı sakinləri. Bəli. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Sizə minnətdaram. Siz gəlmişsiniz, əziyyət çəkmişsiniz. Neçə günlərdir buradasınız. Ağac əkdiniz orada gördük. Sizi izləyirik, baxırıq. Təşəkkür edirəm və burada sizə gözəl günlər arzu edirəm. Ağdam şəhərində yaşamaq mənim arzum idi. Mən Ağdam şəhərində olmaq üçün çox sevinmişəm. Ağdam bir nömrə məktəbinə getmək sevirəm. Dərslərim yaxşıdır. Atam buradan 15 yaşında qaçqın olub. Biz ailəcə Ağdama qayıtmışıq. Hamımız çox xoşbəxtdik, çox sevinirik. Mənim atamın keçdiyi illər görmək mənim də xoşuma gəlir. Atam orada gözəl böyüyüb, ağıllı olub, dərslərlə həmişə 5 almışdı, deyir mənə. Atan da bir nömrəli məktəbdə oxuyur? Yox, atan nömrəli məktəbdə oxuyurdu. Ağdam şəhərində yaşadığım üçün özümü çox şanslı hiss edirəm. Mənim atam buradan qaçqın düşmüşdür. İndi mən ailəmlə burada yaşayıram. Mənim atam bura haqqında mənə çoxlu şeylər danışmışdı. Məsələn, burada 2 nömrəli məktəbdə oxumuşdu və burada teatr yeri var imiş. Teatr yerində o teatrlar izləyirmiş. Mənim babam isə burada döyüşmüşdür. Sonra da isə şəhid olmuşdur. Burada mənə çörək muzeyi maraqlı gəlir. Onun haqqında bildiyim çoxdur. Dünyada 2 çörək muzeyindən biri o idi. Ağdam şəhərində yerləşirdi. Çörək muzeyindən başqa çay evi də var idi. O isə Ağdam şəhərinin çay evi idi. Ora 3 mərtəbəli idi. Bir nömrəli məktəbə gəlir. Çox sevinirəm ki, burada hər gün 5 alaram və istəyirəm ki, burada universiteti qazanım. Çox istəyirəm bu məktəbi. Dostlarımı da çox istəyirəm. Tənəffüsdə əylənirik, sonra yeyirik. Sonra müəlliməmiz dərslərimizi öyrədir. Çox yaxşıdır. Müəlliməmiz bizi çox sevir. Sonra atam burada uşaqlığı keçib 17 yaşında burada olubdu. Sonra hər gün 5 aldı atam. Atam da bir nömrəli məktəbdə oxuyub.
Qardaşım 9 yaşında Ağdam şəhərindən qaçqın düşüb. Mən isə 9 yaşımda Ağdam şəhərinə gəlmişəm. Bir arzum var idi ki, böyüyüb bir hüquqşünas ola bilərəm. Bu məktəbdə oxuduğum üçün çox şanslı biri olduğumu inana bilirəm. Mənim burada çoxlu dostlarım var və o dostlarım olanlar bizim binalarda və bizim yanımızda qonşudular. Onlarla həm məktəbdə, tənəffüsdə, həm də həyatda oynaya bilirəm. Çox yaxşı keçirdi günüm. Bizə çox yaxşı şərait yaradıblar da, yəni çox gözəl şərait yaradıblar ki, biz oxuyaq və təhsilimizi alaq. Biz çox sevinirik ki, bu məktəbdə oxuyuruq. Buraya gələndə istərdim ki, o qırıq evləri görəm. Yola gedəndə həmişə oraya baxırdıq ki, orada qırıq evlər görünür. Mən yola baxanda bir də görürəm ki, o qırıq evlər var. Orada setkada yazılır ki, orada minalar var. Ona görə də minanın içinə girmədim. Çünki orada minalar var. Elə bir ki, insan ağlamaq istərdi. Elə bir ki, öz xatirələr, evlər görmək istərdi və ağlayırlar. Babam həmişə mənə deyir ki, Ağdam çox gözəldir. Mən həmişə birinci səfərdə Ağdama gələndə, birinci səfər görəndə deyirdim, Ağdam nə gözəldir. Ağdam hələ bir nömrəli tam orta məktəbi görməmişdim. İndi mən şadam ki, mən bura gəlmişəm. Bir nömrəli məktəbdə oxuyuram. Allah şükür, mənim belə yoldaşlarım var. Onların hamısını çox istəyirəm. Yaxşı ki, mənim belə məktəbim var. Müəllimimi çox istəyirəm. Yoldaşlarımı da çox istəyirəm. Qardaşımı da çox istəyirəm. Hamını çox istəyirəm. Çox güzel. Sən atan nə danışır sənə Ağdam haqqında? Atam deyib ki, o çörək evindəki sarı belə onlar qırılır, düşür yerə, onları birləşdirirsiniz. Götürüb birləşdirirsiniz yerinə. Təzdən yerinə yerləşdirsək həmin şəkil əmələ gələr. Onu demək istəyir. Onların götürüb daşları tamamlasaz, elə tamamlanır. Ağdamda bir nömrəli məktəbin həyətində görüşmək hər bir Ağdamlı üçün yəqin ki, sözlə anladılası istər deyil. Ağdam şəhər bir nömrəli məktəb bildiyiniz kimi Ağdamın ən tarixi məktəblərindən birinci tədris ocağıdır. Mənim üçün də çox böyük qürurdur ki, işğaldan azad olunmuş Ağdamda belə möhtəşəm tikilmiş Ağdam şəhər bir nömrəli tam orta məktəbin direktoru təyin olunmuşam. Bunun qürur hissini, bunun nə qədər mənə şərəf verdiyini sözlərlə ifadə eləyə bilmərəm. Mən özüm Ağdam şəhər 5 nömrəli məktəbdə təhsil almışam. 7-ci sinifdən sonra məlum məsələlərlə bağlı köçkün düşmüşük. Bərdə şəhərində bitirmişəm tam orta məktəbi məndə. Mən Ağdama direktor təyin olunanda mənə suallar ünvanlanırdı ki, siz uşaqlıqdan 7-ci sinifdən 11-12 yaşından şəhərdə olmusunuz, gedib rayonda neyniyəsiniz? Deyirəm ki, mən elə bil buralarda olmamışam. Buralarda olanı saymıram. Elə bil elə oranı gözləmişəm. Bu məndən ötürü elə davamıdır. Düzdür, uşaqlığımız, gəncliyimiz, orta çağlar keçdi, köçkünçülükdə getdi, Ağdamsız getdi. Amma bugünkü günümüzə çox şükür. Şəhidlərimizə, prezidentimizə, qazilərimizə, hamısına minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün Ağdamın bu gözəl havasında,
bu gözəl yaşıllığında. Bundan böyük sərvət, sevinç, hədiyyə ola bilməz bir xalqa. Günel xanım, mən bayaqdan görürsünüz uşaqlarla vaxt keçirdirəm, balacalarla söhbət eləyirəm. Balaca uşaqlar hisslərini həmişə olduğu kimi ifadə eləyirlər də, onlar həmişə səmimi danışırlar. Və mən onların hamısında bu məktəbə bir sevgi gördüm, qısa müddətdə bir bağlılıq gördüm. Elə ürəklə oynayırlar, elə ürəklə qaçışırlar ki, elə bil elə buralarda doğulublar, bu məktəbi görüb böyüyüblər. Onun hamısı qandan gəlir demək olar. Bax, mən onu hiss elədim onlarda. Və bilirsiniz, uşaqlarda ən çox nəyi gördüm və məni kövrəltdi? 7-8 yaşında uşaqlardı. Onlar hamısı danışır. Nənəm Ağdam haqqında mənə bunu danışmışdı. Bəli. Atam filan yaşda buradan çıxıb. Atam mənə Ağdam haqqında bunu danışmışdı. Çörək muzeyi haqqında məlumatlıdılar. Çay evi haqqında məlumatlıdılar. Ağdam məscidi haqqında məlumatlıdılar. Və görürəm ki, onlar bu biliklərin bir hissəsini də burada məktəbə getməyə başlayandan sonra bu qısa müddətdə öyrəniblər. Çünki bəzi məsələləri müəllimlərinə istinadən danışırlar. Bax, bunu bilirsiniz nəyə görə misal gətirirəm? İşğaldan azad olunmuş ərazilərimizdəki tikilən məktəblər başda Ağdam bir nömrəli məktəb olmaqla. Bu məktəblərin missiyası sadəcə tədris vermək deyil. Bax, bu uşaq evindən çıxıb bu məktəbə gələnə qədər, sonra da bu məktəbdən çıxıb evinə gedənə qədər ətrafda gördüyü mənzərə var ha. Onun hamısını izah etmək, onun hamısını uşağın tarixi yaddaşına köçürtmək bu məktəbdəki hər bir müəllimin borcudur. Siz bugün o missiyanın öhdəsindən necə gəlirsiniz və bununla bağlı hansısa bir nömrəli məktəb direktoru strategiyanız varmı ki, bu uşağa, bu şəhəri necə anladasınız? Ki, o uşaqların yaddaşı bu məktəbdə oxumağa başlayandan sonra yox, ondan daha öncəsindən formalaşsın. Uşaqlarla maraqlanıram, soruşuruq, söhbətlərimiz əsnasında baxıram ki, sizin sözünüzün qüvvəti məlumatlıdırlar. Hamı, bütün Ağdamlılar, bütün Qarabağlılar kimi hamımız o qədər bu yerlərin həsrətini çəkmişik ki, onu demək olar ki, bütün evlərdə olduğu kimi hamının evində. Baxırsan ki, uşaqlara onu danışıblar, uşaqlar onunla böyüyüblər, o sözlərlə, o söhbətlərlə böyüyüblər. Demək olar ki, məlumatlıdırlar. Soruşursan məscid haqqında, çörək muzeyi haqqında, məhəllələr haqqında, hamısı təxmini deyir. Mənim atam deyir ki, biz bir neçə məhəllə məsəl üçün o tərəfdə yaşayırdıq. Biri deyir ki, burada filan şey olmuşdu. Biz də onların nə əskik bilgiləri varsa, biraz da biz onlara əlavə etməyə çalışırıq. Onu da davamında deyirəm ki, uşaqlar, Ağdam düzdür, illərimizi itirdik, amma Ağdam irəlidə daha möhtəşəm olacaq. Bax, bir nömrəli məktəb Ağdamın, sizin də yaddaşınızda olar ki, Əjdaha bir nömrəli deyirdilər. Bir nömrəli məktəb həmişə Ağdamın öndə gedən, həm elə məzunlarının sayına görə, keyfiyyətinə görə, savadlı ziyalılar məzun olduğuna görə, həm də elə Ağdamın sayılan seçilən məktəblərlə idi. Amma bu günləri bu məktəb daha möhtəşəmdir, daha gözəldir. Onun kimi də digər Ağdamın hər bir nöqtəsi bilirik ki, daha möhtəşəm olacaq, daha gözəl tikiləcək. Bu uşaqlar da burada firavan yaşayacaq, davam eləyəcək. Uşaqlardan biri dedi ki, mən həmişə yolun qırağından qırıq evləri görürəm, onlara çoxlu baxıram, görürəm ki, adamlar o evlərə baxırlar, ağlayırlar. Bəlkə də o uşaq nə danışdığının, o gördüklərinin tam dərin hissiyatına sonralar varacaq ki, o qırıq evlər nə deməkdir və o adamlar niyə qırıq evlərə baxıb ağlayırlar? Bizim hamımızın, mənim jurnalist kimi, sizin müəllimə kimi, valideynin valideyn kimi, hamımızın borcu o qırıq evlərin hekayəsini bu uşaqlara anlatmaq və unutmağa qoymaq. Anladırıq. Bax, bu dram teatrın 3 arkasını, ətrafda gördüyümüz, bildiyimiz, yadımızda qalan harda nə yerləşib, hamısını anladırıq. Uşaqlar da vətənpərvərlik ruhu hamısında var, aşılanır. Məktəblərdə də, yəni sizin sözünüzün qüvvəti bizim o borcumuzdur. Bir nömrəli məktəbində missiyasız tək təhsil vermək deyil. Burada başqa məktəblərimizdə olduğundan Qarabağda bizim borcumuz daha çoxdur, daha başqadır. Biz həm tədrisi, təlimi, tərbiyəni aşılamalıyıq, keçməliyik, həm də bu tarixi dövrləri, keçdiyimiz, gəldiyimiz çətinlikləri, bu torpaqların başına gətirilənləri, bəli, onların hamısını bu uşaqlara aşılamalıyıq, öyrətməliyik ki, yəni uşaqlarımız çox çətinlik görməyiblər. Bizim uşaq çağımızda o çətinliklər olub. Amma yəni bilsinlər ki, çətinliklər olur, qədrini bilsinlər, əllərində olanların, bugün tikilənin, qurulanın, onun qədrini bilsinlər. Yəni nələri əlimizdən alıb erməni işğalçıları, onları da onlara deyirik ki, Ağdamda filan olub, filan olub. Bugündən belə də
tikiləcək, yenə də sizin istifadənizə veriləcək. Yəni onun qədrini bilsinlər. Qədrini bilsinlər. Bəli. Bizim əlimizdən alındı. Biz uşaqlıqda ürəyimizcə ömrümüzü orada keçirdə bilmədik. Həsrətli yaşadıq. Amma nə xoş onlar xoşbəxtdilər ki, artıq Ağdamdadılar. Təki həmişə uşaqlarımız, elə xalqımız xoşbəxt yaşasın, firavan yaşasın. Nə xoş o uşaqlara ki, bugün Ağdamdadılar, vətəndədirlər. Buranın gözəl havası, nəyə desən dəyər. Çəkilişdə olduğumuz günlər Ulu Öndər rəhmətli Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünün qeyd olunduğu günə düşür və bu münasibətlə Ağdam Mərkəzi Parkının ərazisində 103 ağac əkilir. Mən də öz adımdan, Ağdam və mən komandası adından, ATV ailəsi adından burada bir ağac əkirəm. Çinar əkirik, xan çinar əkirik. Bilirsiniz, mən uşaq olanda böyüklərimiz deyirdilər ki, çinar əkənlə tut əkən rəhmət qazanır. Birinin meyvəsi ehsandır, birinin kölgəsi. Bax, necə ki, imarətdə Pənahəli xanın vaxtı ilə əkdiyi çinar ağaclarının kölgəsində 100 illərlə insanlar otururdular, sərinləyirdilər, dərdləşirdilər və o ağacı əkənə həmişə rəhmət oxuyurdular. Qoy 100 illər keçsin, bu ağaclar böyüsün, göylərə baş çəksin və onun kölgəsində oturan, sərinləyən, dərdləşən insanlar onu əkənə rəhmət oxusunlar. Teşekkür ederim.